hamı indi mütəfəkkir olub. Bəzən əzadarlıqla bağlı dindarlarımızdan elə yazılar görürəm ki, təəccüblənirəm mən. Açıq tənqid, açıq təhqir var, o qorxulu deyil. Amma bir də görürsən ki, gəlişi gözəl, zahiri qəşəng sözlə fikir azdırır. Yazır ki, təəssüf ki, biz İmam Hüseynin əqidəsindən daha çox onun yaralarını tanıtdırmışıq. Yazırlar, əhsən qardaş, bərəkallah. Yaxşı sözdür axı zahirən. Əvvəla, düşüncəsini göstərir, bir saatdır burada tərtökürəm düşüncəsini göstərəm. İkincisi, niyə onun əvəzində ona axı? Sən bütün imamların düşüncələrini tanıyırsan, İmam Həsən. Niyə növbə İmam Hüseynə çatanda əzadarlığı görürsən, əsəbləşirsən, bilmirsən nə deyəsən yaralarını çox göstərirlər. Bunun mövqeyi içində əzadarlığa qarşı nəsə var. Bəzi də din tələbəsidir, təəccüblənirəm. Sən əzadarlığı tənqid eləyə bilərsən bu halda ki, məsələn, hansısa tənqid eləməli nöqtələr var. Amma mən onda səndən qəbul eləyərəm ki, hiss eləyim ki, əzadarlıq eşqi var səndə. Sən bir